Salam hörmətli müəllimlər, artıq biz bildiyimiz kimi MİQ və sertifikasiyaya hazırlaşan müəllimlər üçün çərçivə sənədləri çıxarılıb. Artıq ixtisas fən müəllimləri çərçivə sənədləri ilə tanışdılar. Deməli, onlar bilirlər ki, ixtisaslarından hansı mövzular çıxarılıb, hansı mövzular əlavə olunub və biz əziz müəllimlər gəlin kurikulumdan da görək hansı mövzuların çıxarıldığı və hansı mövzuların əlavə olunub onlar haqqında tanışırıq əziz müəllimlər. Deməli, metodika və pedaqogikada əziz müəllimlər, yəni kurikulumda dəyişikliklər var müəllimlər. Bəzi mövzuların adı burada görünmür, görsənmir. Yəni bu əziz müəllimlər sevindirici bir haldır, amma ki bir neçə mövzu da əlavə olunub. Bu da bizim pis tərəflərimizdir. Deməli müəllimlər, əvvəllər burada hüquqi savadlıq, yəni birinci bölmədən həmişə bir mövzunun adı yazılırdı. Hal-hazırda birinci bölmədən biz burada mövzu adı görmürük əziz müəllimlər. Ancaq yazılıb ki, metodik səriştəlik, yəni 10 sual ikinci bölmədən, pedaqoji səriştəlik, yəni burada üçüncü bölmədən isə 10 sual salıblar. Yəni əziz müəllimlər, belə deyək də, hüquqi savadlıq birinci bölmədə nələr var idi? Təhsil qanununa aid, o təhsil qanunları idi, fən kurikulumuna aid terminlərin təsviri idi, eyni zamanda dövlət standartları idi, kurikulum nə idi? Bir də deməli orada vardı müəllimin etik davranış qaydaları vardı birinci bölmədə, amma onların burada adını görmürük əziz müəllimlər. Və güya indi o mövzuların burada adı yoxdur, güya indi salmayıblar, amma indi yəqin ki belə düşünürlər ki, çox güman ki MİQ və sertifikasiyada həmin mövzulardan sual düşməyəcək müəllimlər. İndi gəlin baxaq əziz müəllimlər, görək əlavə olunmuş mövzular hansılardır. Deməli metodik səriştələrdə burada var təlim prosesində inteqrasiya, bu birinci bölməyə aid deyil, bunu burada salıblar inteqrasiyanı əziz müəllimlər. Sonra vardı burada birinci bölmədə 21-ci əsrin kompetensiyaları və eyni zamanda təvəkkürün növləridir, metodik deməli metakognitiv bacarıqlardır müəllimlər. Bunun idrak taksonomiyasıdır. Bunlar hamısı elə birinci bölmələrdə keçirildiyi dərsləri idi və eyni zamanda burada bir dənə baxın əlavə olunmuş mövzu var ki, burada səriştə əsaslı tapşırıqlardır əziz müəllimlər. Baxın burada deməli bir mövzu əlavə olunub. Sonra var burada təlim formaları, metodları var. Əvvəldən qalan mövzulardır, dəyişiklik yoxdur. Təlim strategiyalarıdır. Baxın təlim strategiyalarında burada əziz müəllimlər iş üsullarından da söhbət gedir. Yəni iş üsullarında demək olar ki, B-body, klasterdir, anlayışın çıxarılmasıdır, beyin həmləsidir, ziqzaqdır, 3-2-1-dir və sairə deyə bilərik ki, yazılıb burada. Bunlar hamısı olduğu kimi qalıb. Amma bir dənə burada deməli var ki, əlavə olunmuş iş üsulu var burada əziz müəllimlər. SWOT analizidir ki, bu isə əlavə olunmuş yeni iş üsullarındandır. Deməli, ikinci oldu burada. Bəs baxaq görək burada illik və gündəlik planlaşdırma, sonra şagird yönümlü, müəllimin fasilitasiya bacarığıdır. Bunlar hamısı var idi. Deməli, əziz müəllimlər, təlimdə rəqəmsal vəsaitlər və vasitələr və eyni zamanda süni intellektlər var ki, burada bu mövzunun əlavə olunmasını mən də dəstəkləyirəm. Çünki təlimdə hər bir müəllim bu proqramlardan istifadə etməyi bacarmalıdır əziz müəllimlər. Bu yaxşı haldır. Burada əlavə olunub bir də tədrisdə dizayn düşüncəsi. Bu da yaxşıdır. Əlavə olunmuş mövzulardan biridir. Və bir də burada qiymətləndirməyə baxaq əziz müəllimlər. Qiymətləndirmədə deməli var burada qiymətləndirmənin növləridir, məktəb daxili qiymətləndirmədir, qiymətləndirmə meyarlarıdır, formativ qiymətləndirmə, beynəlxalq qiymətləndirmə. Bunlarda yəni ümumilikdə qiymətləndirməyə aid heç bir əlavə mövzular əlavə olunmayıb, nə də ki çıxarılmayıb. Olduğu kimi də qalıb əziz müəllimlər. Deməli üçüncü bölmədə isə pedaqoji səriştəlikdir ki, burada da baxaq görək əziz müəllimlər. Deməli burada təhsildə müasir pedaqoji yanaşmalar da var. Sonra şəxsiyyətin formalaşdırılması var idi. Yəni burada bir də iş deməli səriştələr ki, deməli nəzəriyyələr ki var burada müəllimlər. Bunların hamısı Piagetdir, Vygotsky'dir. Bunlar hamısı var burada. Sadəcə burada 2 dənə nəzəriyyə əlavə olunub əziz müəllimlər. Burada nəzəriyyə deməli var burada əlavə olunmuş nəzəriyyələrdən Brunner və bir də deməli bir də burada var. Deməli bir də burada Rogers var burada. Bu 2 nəzəriyyə əlbəttə ki əlavə olunmuş nəzəriyyədir. Yəni çıxarılmış heç bir nəzəriyyə yoxdur. Hamısı olduğu kimi var. Sadəcə 2 nəzəriyyə əlavə olunub. Və gəlin görək sosial emosional öyrənmə deməli var idi burada. Təlim prosesində səmərəli öyrənmə var idi. Elə əvvəlki mövzularda da var idi. Amma burada pozitiv intizam və bərpa edici yanaşma. Bu isə əziz müəllimlər burada yeni əlavə olunmuş bir termindir. Və burada deməli sinifin idarə edilməsi var idi burada. Müəllim, şagird var idi burada. Şagird davranışı var idi və qısnama var idi əziz müəllimlər. Deməli müəllimlər, gəlin təkrar baxaq görək nələr əlavə olunmuşdu. Bu deməli 1 idi, neçə dənə mövzu idi? 2, sonra 3 idi. Deməli müəllimlər 3 idi. Burada əlavə olunmuş mövzular 4 idi burada. Deməli 5'dir, 6'dır,
və bir də 7 də müəllimlər. Mən bildiyim qədəri, baxdığım qədəri bu qədər mövzu, 7 dənə mövzu, 7-8 dənə mövzu təxminən deməli metodikada, yəni kurikulumda əlavə olunmuş mövzulardır. Belə müəllimlər hələlik bir çox müəllimlər istəkləri nəzərə alaraq, yəni bu dərsliyi çəkib paylaşmaq mən özümə borc bildim əziz müəllimlər. Hələlik.